Herkese salam, kanalıma ve yeni vloguma xoş gəlmisiniz. Bu dəfə sizinlə birlikdə başdan sona tort hazırlayırıq. Mən nəyi necə edirəmsə onu paylaşmışam. Əgər sizin yaxşı bir reseptiniz varsa mütləq yazın, baxacağam, yoxlayacağam. Ümumiyyətlə biskvitin standart resepti yoxdur. Diametrə görə ölçü dəyişir, resept dəyişir. Mən 26 diametr götürmüşəm bu tortumda və ona 7 yumurta istifadə eləmişəm. 7 yumurta istifadə etdikdə də təbii ki, şəkər tozu, un da həmin yumurtanın miqdarına görə dəyişir. Hal-hazırda hazırladığım biskvitin reseptini açıqlamalar bölməsində qeyd edəcəm. Amma onu belə deyim ki, orada mən vanil və qabartmadan əlavə bir xörək qaşığı qardan nişastəsi əlavə etmişəm ki, biskvitin içini toparlasın və yaxşı alınsın. Onu da deyim ki, axır vaxtlar biskvitlərimin qabarması ürəyimcə deyil. Əvvəllər mən bu reseptlə hazırladığım biskvitləri 3 hissəyə rahat bölə bilirdim. Amma bu səfər gördüm ki, bir lay çox az olacaq. Ona görə də 2 lay elədim. 2 yerə böldüm yəni biskvitləri. Hansı reseptlə bişirirsinizsə bişirin. Biskvitləriniz sobadan çıxan kimi onu mütləq tərs üzə hər hansısa bir çay dəsmalının və yaxud hansı bir süfrənin üstünə çöndərin. Bir biskvitimin üstü biraz çox qızardı. Mən əslində onu elə istifadə edirəm. Amma çəkiliş edəndə kameradan gördüm ki, çox qızarmış görsənir. Hətta yanmış oxşuyur. Ona görə də üstünü təmizlədim. Tortun içi isə zövqə görədir. Mən bu tortda mango dolğusu və rafaelo dolğusuna istifadə elədim və biz çox bəyənirik. Əgər hər hansısa bir məclisə hazırlayırsınızsa, şirniyyat və yaxud tort, bunlardan istifadə eləməyin. Çünki bunlar hamının biləcəyi, öyrəşəcəyi bir dad deyillər. Yaxşı olar ki, karamel, şokolad dolğularından istifadə eləyəsiniz. Bunları məncə hamı sevir, hamı bilir. Bu fikrimə qayıdacağam, amma video getmişkən onu deyim ki, mən həmişə biskvitlərimi isladıram. İsladanda da elə adam var ki, şirə hazırlayır. Amma mən əlimin altında nə varsa onu istifadə edirəm. Məsələn, burada mango dolğusunu biraz suda açdım və tökdüm. Onun da qəşəng bir aroması oldu. Mürəbbə varsa mürəbbədən istifadə edə bilərsiniz, suda aça bilərsiniz və yaxud hər hansı bir kompotla da islada bilərsiniz. Çox dadlı olacaq. Qayıdaq söhbətimizə. Mən bundan öncəki videolarımda da demişdim ki, zövqlər müxtəlifdir. Mənim bəyəndiyimi kimsə bəyənməyə bilər və bu da həmçinin ümumiyyətlə mango hamının sevəcəyi bir meyvə deyil. Dolğusunun da həmçinin. Dolğusunun tərkibində biraz acılıq var ki, onu mən boş yeyəndə hiss elədim, amma tortda qəti hiss eləmədim. Amma elə adam var ki, tortda o acılığı hiss eləyir. Bəzisinə görə mangonun ətri saqqız ətrini xatırladır, bəzisinə görə sabun ətrini xatırladır. Ona görə də fikirlər müxtəlifdir. Yəni özünüzü riskə atmayın. Belə şeyləri birinci özünüz üçün, sonra isə yeni dadlara öyrəşən, yeni dadları dənəməyi sevən insanlar üçün hazırlayın. Yəni bu standart dad deyil. Bilirəm ki, bu barədə çox danışdım, amma inanın o qədər mesajlar aldım ki, dadı necə idi, düzünü deyin, qaynatamla günə bişirib aparmaq istəyirəm, baldızımgilə aparacağam, eltimlə bişirəcəm, qoy biabır olmuyum. Belə mesajlar çox aldım. Ona görə deyirəm ki, risk eləməyin. Mən belə şeyləri birinci özümə, sonra isə məni üzməyən insanlara hazırlayıram. Yəni o tortda nəyi də bəyənməsə də o bəyənmədiyi şey elə deyir ki, sən də baxırsan və öyrənirsən, hətta öz səhvi başa düşürsən ki, düz deyir, gərək burada bunu belə eləməzdim, onu elə eləməzdim. Amma bişirdiyimin yarısını yeyib bəyənməyən, ələ salan, çox sağ ol belə deməyən insanlara təbii ki, ikinci dəfə bişirmirəm. Marketlər doludur tortlarla, münasib qiymətə. Yəni bu qədər əziyyət çəkib, bu qədər pul verməyə dəyməz. Bu mənim fikrimdir. Kim istəyirsə yenə eləyə bilər. Yəni marketlər doludur, alıb apararam, nəinki özümə əziyyət verib. Onsuz da bəyənməyəcəkləri şeyi hazırlamaram. Bu şəkilləri də necə hazırlamışam, necə çıxartdırmışam, hamısını bundan öncəki videomda qeyd eləmişəm qiymətlərinə qədər. Sizə maraqlıdırsa keçid edib kanalıma daxil olun, oradan baxın. Bu videoda deməyəcəm, çünki o videoda ətraflı şəkildə hamısını demişəm. Hər vlogda da eyni şeyləri təkrar demək də istəmirəm. Düzü sizə də maraqsız olar, yorucu olar, mənə də həmçinin. İndi isə gəldik əsas məsələyə. Mən öz tortlarımı bacılarıma pulsuz hazırlayıram, yoxsa pulla hazırlayıram? Təbii ki, pulla hazırlayıram. Hər bir tortun ölçüsünə, bəzəyinə görə qiyməti də dəyişir. 30 manat, 50 manat civarında tutur tortlar ümumiyyətlə. Bacılarım seçdikləri tortu atırlar, içini danışırıq, üstünü danışırıq və mən də baxıram ona uyğun, nə münasibdirsə, necə münasibdirsə elə də eləyirik və nəyi eləyə biləcəmsə boynuma götürürəm ki, bunu eləyəcəm, buna əlavə pul verəcəm. Yəni belə. Ona uyğun ərzaq çıxardırıq və o ərzaqın ödənişini atırlar. Mən isə gedirəm, bazarlığıdır, ərzağıdır, hazırlaması da artıq onları özüm edirəm. Bu
tortda da bacım ödənişini elədi və mən hazırladım. Ruslar demişkən slujba, drujba. Mən özüm böyük ailədən gəlirəm. Biz həmişə çalışmışıq ki, bir-birimizə kömək olaq, yük olmayaq. Bu tort da bacım oğlunun ad günü tortu idi və təbii ki, ödənişini də atdı, istədiyini dedi və mən də onun istədiyinə görə hazırladım. Başqalarına isə belə bir ödəniş sistemi ilə hazırlayırammı? Yox, bir dəfə eləmişəm və çox peşman olmuşam. Ondan sonra dedim ki, qəti eləməyəcəm. Deməli, bir dəfə bir qonşum dedi ki, yoldaşımın doğum günüdür, imkanım yoxdur, sürpriz eləmək istəyirəm. Gəl mən produktu verim, sən hazırla. Mən də biraz fikirləşdim, sonra dedim, eybi yox, qoy bişirim, sürpriz eləsin öz yoldaşına. Ancaq mən ona produktları dedim, o isə getdi, mənim istifadə elədiyim şeylərdən almamışdı. Yəni almışdı, bəzilərini almamışdı, amma mən öz istifadə elədiyim şeylərə öyrəşmişəm. Mən onun üçün yekə bir tort hazırladım və evdəki məhsullarımdan da istifadə elədim. Onun qarşılığında da heç bir ödəniş ondan almadım. Yəni demək olar ki, tort ona pulsuz başa gəldi. Sözüm onda deyil, halal xoşu və 2 aydan sonra oğlunun doğum günü oldu və mən WhatsApp statuslarında gördüm ki, tort bişirtdirib və həmin ərazidə bir tortçu vardı ki, onu hamı tanıyır və çox da baha eləyib gedib həmin xanıma tort bişirtdirmişdim. Həmin xanım da hətta dekorlara görə belə əlavə pul alır və qəti endirim eləmir. Düz deyir, əziyyətinin qarşılığını almaq istəyir və alır da. Ancaq bu hadisədə mən özümü istifadə olunmuş hiss elədim və çox pis təsir elədi mənə bu. Mənim ürəyim yumşaqdır, hamını başa düşməyə çalışıram, empati hissim yüksəkdir, amma ki, belə istifadə olunduğumu görəndə ümumiyyətlə qırılıram, üzülürəm və həmin yerdən uzaqlaşıram. Bu hadisə kiməsə adi gələ bilər, ancaq belə bir hadisəni yaşayan məni başa düşə bilər ki, mən əslində nə demək istəyirəm. Rəngi hazırlayarkən də suyunu ayarlaya bilmədim, biraz artıq su töküldü, amma istədiyim rəngi əldə edə bildim. Əslində toz boyaya bu qədər su tökülmür, biraz töksəz kifayət edir. Qaymaq isə mən ambiyant işlədirəm, qiymətləri qalxıb, demişəm, indi deyəcəm 8 manat olsa daha almayacağam. Axırıncı dəfə səhv eləmirəmsə 7.80-də aldım, yoxsa 7.70-ə belə bir qiymətə aldım. Yadıma gəlir ki, mən onu 6 manata, 5.60-a falan alırdım. Get-gedə də qiyməti qalxır. Qaymaq olaraq çox dadlı qaymaqdır. Dadını bəyənirəm, teksturasını bəyənirəm. Ancaq ki, qiymətinə görə yenə də deyirəm ki, dəyişmək istəyirəm. Siz hansı qaymaqdan alırsınız, bəyənirsiniz, münasib qiymətli qaymaqlardan yazın. Mən də alım, yoxlayım, onsuz da axtarışındayam. Görüm hansı qaymaqda qərar tutacağam. Bilirəm ki, hansı qaymağa da keçsəm, o qaymağın da qiyməti yavaş-yavaş qalxacaq. Tortumu artıq sıvıyıram. Bir tort 3 gün ərzində başa gəlir. Əgər rahat edirsinizsə, yox təmə tələsik edirsinizsə 2 günə. Birinci gün keks bişir, ikinci gün aralarını yığırsınız və üçüncü gün isə bəziyirsiniz. Mən isə bunu doğum gününün səhəri artıq bəzədim, hazır qoydum ki, axşam gedəcəyik. Bir də fikir vermişəm ki, uşaq tortları ümumiyyətlə adamı yormur. Bilmirəm onların aurasındandır ya nədəndirsə. İnanın ki, mən 3 gün vaxtımı alıb. Amma heç bu tort üstündə qəti yorulmadım. Həyəcan, stres keçirtmədim və tortdakı istədiyim kimi alındı. Tortu sıvayarkən də həmişə üstünə mən su püskürürəm, onda daha rahat olur və daha yaxşı sıvanır. Tortumu səliqə ilə sıvadım, altlığını təmizlədim və keçdim bərbəzəyinə. Üstünü bəzəməyi həm sevirəm, həm də sevmirəm. Əgər üstünü bəzəyəndə hər hansı bir işim ilkindən səhv gedirsə və başlayıram stres keçirtməyə və səhvlər dalınca gəlir. Əgər səhv eləmirəmsə, həyəcan keçirtmirəmsə, stres keçirtmirəmsə, mənim üçün həmin bəzək əyləncəli olur. Burada da tələsmədim, rahat-rahat işimi gördüm, heç bir stresə düşmədim. Bizdə uşaqlar da maraqlıdır. Mən həmişə tort bişirəndə gəlirlər yanımda, qalırlar, baxırlar, kömək eləyirlər. Burada çalışdım ki, çox da ekrana düşməsinlər, çəkilişə girməsinlər. Amma yenə də uşaqdılar, istər-istəməz kadrlara düşürlər. Mən vlog çəkəcəm deyə onları hər hansı bir otağa bağlaya bilmərəm, özümdən uzaqlaşdıra bilmərəm, acılaya bilmərəm. Kimə də narahatdırsa, vloglara baxmaya bilər, ötürə bilər. Mənim üçün heç bir problemi yoxdur. Mənim mühitim budur, mənim şəraitim budur və öz şəraitimdən də çoxdan məmnunam. Mən vlog çəkirəm deyə ideal olmaq məcburiyyətində deyiləm. Hamımız öz işlərimizi uşaqlarımızın yanında, uşaqlarımızın ətrafında görürük. Heç birimiz mən düşünmürəm ki, uşağı otağa bağlasın və yaxud uşağı sustursun ki, sən sus, mən burada iş görürəm. Instagram üçün story çəkəndə təbii ki, deyirəm uşaqlar sakit, mama video çəkir, sonra danışarsınız. Amma ki, YouTube üçün çəkəndə, uzun videolar çəkəndə elə bir
şeylər eləmirəm. Özləri də daha stressə düşürlər. Əgər bir dəfə məni incidəcəkdilərsə, 5 dəfə incidirlər. Mən tortumu həmişə hazırlayanda birinci yoldaşıma atıram. Bilirəm ki, nə olsa o mənə düzünü deyəcək. Həmişə də onun dediyi çıxır. Yenə də birinci yoldaşıma atdım. Yoldaşım dedi ki, üstü nəsə boş görsənir, şəkilləri azdır. Yoldaşımdan əlavə 2 WhatsApp qrupumuz var ki, orada hamımız qızlarıq və ora atmışam ki, tortu baxın görün əyri əskiyi nədir mənə deyin və ikisində də tortu çox bəyəndilər. Dedilər yaxşıdır, belə qalsın. Amma bacım baxan kimi dedi yox Günel üstü boşdur, üstündə şəkil varsa qoy bol olsun, çox görsənsin. Yenə də onun dediyi çıxdı. Ona görə də mən həmişə yoldaşımın sözlərini ciddiyə alıram. Bilirəm ki, o nəsə dedisə, deməli nəsə bilir, burada nəsə var. Mənim görmədiyim nə isə görür. Tortumun son halı belə idi və mənim belə daha çox xoşuma gəldi. Üstünə çox qoysaydım elə bilirdim çox şit olacaq. Mənim gözümü yoracaq və mənə bu halı çox xoş gəldi. Ancaq bacım dedi ki, əgər şəkil varsa qoy üstünə. İstəyirəm çox olsun üstü, çox görsənsin, bol olsun. Və mən də onsuz da çıxartdırmışdım şəkilləri və hamısını nə çıxartdırmışdımsa, hamısını da tortun üstündə istifadə elədim. Bəs siz hansını bəyəndiniz? Birinci tortu bəyəndiniz, yoxsa bu çox bəzəkli olan tortu bəyəndiniz? Zəhmət olmasa yazın mənə, fikirlərinizi bilin. Mənim üçün maraqlıdır, doğrudan da sizin fikirləriniz. Belə bir sorğu Instagramda da keçirtdim. Orada da cavab 50-50-yə çıxdı. Az bəzəklini də xoşlayan oldu, çox bəzəklini də. İndi isə mənə YouTube izləyicilərimin fikirləri maraqlıdır. Siz necə xoşlayırsınız? Bərli bəzəkli mi xoşlayırsınız, yoxsa biraz sadəliyə üstünlük verirsiniz? Videolarımı bəyənirsinizsə kanalıma abunə olmağı da unutmayın. Bu dəfəki vloqum da bu qədər. Ümidvaram ki, xoşunuza gəldi. Sizi yormadım. Bu dəfəlik də bu qədər. Sağ olun. Allaha əmanət olun. Hələlik.